Paytaxtın Nizami rayonunda qanunsuz tikintilərlə bağlı mübahisələr sürətlə artmaqda davam edir. Rayon sakinləri qanunsuz tikintilərin öncəki icra başçısı Arif Qasımovun dövründə genişləndiyini, lakin hal-hazırda icra başçısı Coşqun Cəbralovun rəhbərliyi altında bu qanunsuzluqların pik həddə çatdığını qeyd edirlər. Sakinlər iddia edirlər ki, Qara Qarayevdən Xalqlar Dostluğuna qədər uzanan ərazidə gözəl sahil ağacları yoxa çıxmış və yerinə sabiq və indiki icra başçılarına, deputatlardan birinə və digər vəzifə sahiblərinə məxsus yüzlərlə tikili ortaya çıxmışdır. Məsələn, Nizami rayonu Qara Qarayev prospekti ev 82A-nın həyətində vaxtilə 61 saylı orta məktəbin ərazisi olub. Sonradan zəbt edilən ərazidə gecə-gündüz dayanmadan tikinti gedir. Ərazidə avtoyuma məntəqəsi və başqa təyinatlı obyektlər tikilir. Tikintiyə rəsmi icazə verilib-verilmədiyi bəlli deyil.